Dostlar, biz bu günə HTML-də 14-cü dərs olan break və horizontal bölümünü keçmiş olacaq. Bunlar bizə nə üçün lazımdır? İlk növbədə onu deyim ki, break bizə öz veb saytlarımızda hər hansısa bir sətri bir sətr aşağı və ya iki sətr aşağı düşmək üçün istifadə olunur. Break horizontal isə bizə bir horizontal xətt seçmək üçün istifadə olunur. Bunları mən sizə göstərmiş olacağım. İlk növbədə olaraq yenə də əvvəlki dərslərdə olduğu kimi proqramı açıram. Və mənim burada hazır HTML body kodlarım vardır. Və indi isə bütün yazacağım kodları body taglər arasında yazacağım. İlk növbədə olaraq bir paragraf yazaq. Misal üçün bir paragraf. Deyək ki, bu bir paragrafdır. Bu bir paragrafdır sözünü yazıram. Ctrl S ilə yaddaşa verin. Görün bizə nə istəyir? Bizə sadəcə olaraq bir paragraf göstərmiş olacaq browserimizdə. Bəli, gördüyünüz kimi bu bir paragrafdır sözü burada görünmüş oldu. İndi isə mən istəyirəm ki, paragraf sözünü bir sətr aşağı salam. Bunun üçün isə bəziləri ötürürlər paragrafı enter vurub aşağı salırlar. Gördüyünüz kimi burada düşsə də aşağı. Lakin browserimizdə bu aşağı düşməyəcəkdir. Bunu yenə də Ctrl S ilə yaddaşa verib sizə göstərirəm bunu. Və gördüyünüz kimi paragraf sözü aşağı düşmədi, burada qalmış oldu. Bunu aşağı salmaq üçün paragrafı mən bunu buraya yazırım, qaytaram əvvəlki yerinə və birdən sonra paragraf sözündən əvvəlsə break bırı və bırı böyük kiçik işarətlərlə bırı, bırıdan sonra slash işarəsini yazıram. Və Ctrl S ilə yaddaşa verirəm. Bizim paragrafda sözə bir sətr aşağı düşməsi gərəkdir. Ctrl S ilə yaddaşa verdim. Run bölməsindən launcher from bölməsindən daxil oluram. Gördüyünüz kimi bu bir paragrafda sözü aşağı düşmüşdür. Bu nə üçün aşağı düşmüşdür? Çünki biz burada paragrafdan əvvəl break sözünü yazmış olduq. Və indi isə ikinci bir konumuz olan horizontalı sizə göstərmiş olacağım. Yenə də mən bir paragraf əlavə edirəm. Və paragraf əlavə etdikdən sonra bu ikinci paragrafdır. Bu ikinci paragrafdır. Və Ctrl S ilə bunu yaddaşa verirəm. İndi isə browserimizdə iki paragrafın olması gərəkdir. Və gördüyünüz kimi burada iki paragraf vardır. Və mən indi bunların arasına bir horizontal xətt əlavə edəcəm. Bunu necə əlavə edəcəm? Bunun üçün isə birinci və ikinci paragraf taglər arasına böyük kiçik işarətlər içərisində HR sözünü yazacağam. HR və HR-dən sonra isə slash işarəsini yazacağım. Və indi bizim browserimizdə birinci və ikinci paragraf arasında bir horizontal xətt çəkilməsi gərəkdir. Run bölməsindən launcher from bölməsindən daxil olulan və gördüyünüz kimi bu iki paragraf arasında bir horizontal xətt çəkilmiş oldu. Və bir daha da istəsə birinci paragrafdan da əvvəl bir horizontal xətt qoya bilərik. Yenə də və yenə də bir dənə aşağı qoyam. İndi bütün bizim paragraflarımızın horizontal xəttləri arasında olması gərəkdir. Və Ctrl S-ə yaddaşa verirəm. Gördüyünüz kimi 3 dənə burada horizontalımız oldu. Hansı bu birinci horizontal, ikinci üçüncü. Hansını istəsək silə bilərik. Məsələn, birincini siləm. Üstdə horizontal xəttin olmaması lazımdır. Gördüyünüz kimi üstdə hər hansı bir horizontal xətt yoxdur. Və bir daha kodları sizin nəzərdə çatdırıraq təkrarlayıram. İlk növbədə mən sizə break tagini göstərdim. Hansı ki, bu tag vasitəsilə biz öz yazılarımızı, paragraflarımızı, headinglərimizi bir sətr aşağı sala bilərik. 2 sətr salmaq lazım gəlirsə, 2 dənə break kodunu ardıcıl yazmaq lazımdır. Və ikinci konutumuz olan horizontalını sizə mən göstərmiş oldum. Horizontal hansı ki bizə iki paragraf arasında olan horizontal xəttləri çəkmiş olur bunun vasitəsilə. Bir daha göstərim sizə. Mən burada break istifadə eləməklə bir sətr aşağı düşdüm. Burada isə horizontalı tagini istifadə etməklə horizontalını xətt əlavə etmiş oldum. Bugünkü dərsimizdə bu qədər. Növbəti dərsdə görüşərik. Sağ olun.